Hər birinizi xoş gördük, hörmətli kanal izləyicilərimiz. Bugün Masazırda gözəl bir ərazidə 3 sot torpaq sahəsində inşa olunmuş möhtəşəm 4 otaqlı evimizin təqdimatındayım. Hörmətli izləyicilərimiz, bilirsiniz ki, Yeni Bakı yaşayış kompleksinin arxasında həmişə gözəl evlərin tikintisi aparılır və torpaq sahəsi çox geniş olur. O 3 sotda ev axtaran, 4 otaqlı, kürsülü ev axtaranlar diqqətlə izləsinlər. 4 dövrəmə qoşa daşdan inşa olunub, fundament, kəmər hər birisi var. Təmir tikintisinə də söz ola bilməz. Həyətyanı sahəsinin üst sağında, solunda bağ sahəsi saxlanılıb, hal-hazırda dekorativ ağaclardan da istifadə olunur. Rahat şəkildə bu hissəyə 4 avtomobil daxil ola bilər, həyətin tərəfinə kimi mövcuddur. Qapının önündə də məhəllələr burada genişdir. Rahat şəkildə 2 avtomobildə saxlamaq üçün kifayət qədər ərazisi var. Gördüyünüz bu evimiz yerdən kifayət qədər kürsülüdür. Bütün kamyonlar var, sayğaclar var və mərkəzi kanalizasiya sistemidir dəyərli izləyicilərimiz. Həyətyanı sahəsinin işıqlanmasına kimi hər birisi mövcuddur. İlk öncə zirzəmi hissəsini göstərim sizə. Geniş hündür 2 metrdən hündür zirzəmisi var. Evin arxa tərəfinə də keçmək olur. Həyətyanı sahəsini bir daha göstərim. Qalxaq evimizin iç sahəsinin təqdimatına. Gördüyünüz kimi həyətyanı sahəsinin hər 2 metrdən bir işıqlanması mövcuddur. Belə bir giriş hissəsi var. Daxil olub evimizin iç sahəsinin təqdimatına. Evin üzü kimi gözəl iç təmiri də var. Baxın, gözəl təmiri var. İç təmirinə söz ola bilməz. Qranit metal hissələrdə hər birisi istipoldan təchiz olunub. 4 otaqdan ibarətdir. Gördüyünüz möhtəşəm gözəl evimiz. Sol tərəfdə girişdə mətbəx yerləşir. Mətbəxin pəncərəsi vitraj pəncərə, şəbəkə pəncərə, həyətyanı sahəsinə baxır. Bütün kamyonlar da mətbəxdə mövcuddur. Ən əsas da qiymətdir ki, qiymət də bu cür təmirin qarşılığında gözəl qiymətə təklif olunur. Bu hissədə yerləşir yataq otağından birincisi. Ən kiçik yataq otağı budur. Uşaqlar üçün nəzərdə tutulub. Burada yerləşir möhtəşəm qonaq otağımız. Baxın, gözəl qonaq otağımız var. Çırçıraqlarına kimi hər birisi bəzədilib. Baxın, tavanına, üstünə kimi hər birisi asılıb. Yenə də vitraj pəncərələri öz həyətyanı sahəsinə baxıb. Gözəl evə dekorasiya verilib ki, rəsmlərin tablolarına kimi hər birisi asılıb. Burada yerləşir isə evimizin yataq otağından ikincisi. Bu otağı valideyn otağı üçün nəzərdə tutulub, ölçüsü genişdir. Aynaların hər birisinin qarşısı açıqdır. Bu hissədə növbəti yataq otağı yerləşir. Hörmətli izləyicilərimiz, Kupçalı, Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin arxa tərəfində marşruta çox yaxındır. Marşrutla məsafəsi heç 10 metr olmaz. Sanitar qoşağı duş kabinəsinə kimi yer ayrılıb, 517 nömrəli marşrutdan 10 metr məsafəsi var. Kupçalı da dövlət ipotekasında da yararlıdır. Gördüyünüz bu möhtəşəm gözəl evimizin 139.000 start və qiymətli real müştərilərdən razılaşmaqda olacaq. Sadəcə 051 635 1797 nömrəmizdə əlaqə saxlayın, gəlin bu evə sahib olun. İzlədiyiniz üçün bir daha hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub, videoları bəyənməyi unutmayasınız.